Azərbaycanın daha bir idmançısı dünya səhnəsində tarix yazıb. Elbay Alışov 11-ci ardıcıl döyüşündə məğlubiyyəti tanımayıb. O, son döyüşündə Moğolistanlı idmançı Orgil Batarxunu ikinci raundda nokautla məğlub edərək One Championship-in Bantamweight divizionunda dünya çempion tituluna yiyələnib. İndi isə Elbay Bakıdadır. Gəlin çempionun döyüş barədə təəssüratlarını öyrənək. Hissiyatım yaxşıdır. Hamıya kim gəlib dəstək olub minnətdaram, çox şadam. Burada bütün qohum-məqrəbəmdir, dostlarımdır, tanışlarımdır. Çox sağ olun, çox sağ olun. Döyüşdəki nokautdan danışaq biraz. Əvvəlcədən rəqibi bu cür məğlub eləyəcəyini fikirləşirdin. Hə, fikirləşirdim çünki mən rəqibim çox rinçdə işləyir, uppercut vurur, mən də o biraz o çirkin döyüş stilidir. Mən də onu sevirəm, ona görə fikirləşirdim ki, o uppercutla onu aşırda bilərəm çünki inanırdım ki, bu clinchdə mən ondan güclüyəm. Kəməri qazandığından ağlına ilk kim gəldi? O qədər əziyyət çəkmişəm ki, elə-belə o momentdə olmuşam, hiss eləyirdim onu. Belə ağlımda heç kim yox idi. Elbay 11 döyüşdə 11 qələbə qazanmısan və bilirik ki, sənin karyera yolunda səhhətinlə əlaqədar müəyyən qədər idmandan uzaq qaldığın anlar da olub və yenidən idmana qayıdıb yenə də möhtəşəm çempionluqlar qazanmısan. Səni bu yerlərə, bu ara gətirən nə oldu? İnancı, Allaha inancı birinci. Çünki çətinliklə üz-üzə gedəndə ancaq Allahla həyatı qurursan. Ona görə ancaq inancısız bu vəziyyətdə olmazdım. Həm də o mən bu həyatımda çox əziyyət çəkmişəm. 6 yaşımdan idmandayam. Hər gün məndən ən çox elə mən əziyyət çəkmişəm. Elə məşqlərdə, hər məşqdə mən həmişə hamıdan güclü olmaq istəyirdim. Yarışlarda həmişə hamıdan güclü olmaq istəyirdim. Yəni ki, heç vaxt istəmirdim uduzmaq. Sir məşq, sir yarış. Ona görə özümü tanıyırdım, gedirdim qabağa. Artıq One Championship-in dünya çempionusan. Karyeranda növbəti hədəfin nədir? Kəməri qorumağa çalışacaqsan, yoxsa artıq daha böyük, daha yüksək səhnələrə çıxmaq üçün çalışacaqsan? Əlbəttə ki, kəməri qorumaq istəyirəm. Şükür Allaha ki, yaxşı pula savaşacağam. Gəldim Bakıya, indi baxacağam nə olmaq olar evdən zaddan inşallah. İstəyirəm vətəndə ev. Kəmərimi qoruyacağam, həm də fərqi yoxdur kimlə savaşmaq, nə qədər savaşmaq, yəni ki, onu heç fikirləşmirəm. Mənə deyirlər ki, indi sən hamısın çelsən də, hamı sən istəyir. Mən də deyirəm, mən çel deyirəm, olardı mən üçün çel. Hamı qoy gəlsin, mən hamını gözləyirəm. Gələcək hədəflərin içində UFC keçmək və orada Azərbaycan bayrağı altında döyüşmək kimi bir niyyətin varmı? Əlbəttə ki, UFC, çünki UFC-də hamı tanıyır, hamı baxır. Amma One FC də mənim çox xoşuma gəlir. One FC-də trash talk yoxdur, heç kim bir-birinə yəni ki, pis hərəkət eləmir. Bir-bir idmançıya hörmət var. O da çox böyük şeydir. İdmançılar da güclüdür. One FC-ni çox istəyirəm. Prosta ki, həmişə qabağa qalxmaq lazımdır. Bugünkü gün One FC-də mən ləzzətimi alıram, pulumu alıram, döyüşümün udavırsiyasını alıram. Gələcəkdə UFC gələcək. Mən fikirləşmirəm UFC, mən fikirləşirəm həmişə qələbə tutum. Son olaraq səni dəstəkləyən azarkeşlərə, bu yolda sənə dəstək görən insanlara nə deyə bilərsən? Demək istəyirəm ürəkdən çox sizə sağ ol. Mənim üçün çox yaxşı hissiyatdır. Ürəyim nətər deyim, qızışır, yəni ki, yaxşı hissiyat alıram. Çox sağ olun. Barma basıram sizi.